Abituriyentlər, bu gün sizlərə 2017-2025-ci illər arasında dimin qəbul imtahanında istifadə edilmiş, həm də sınaqlarda istifadə edilmiş birinci qrup üzrə kimyanın ilk anlayışlarına aid sual nümunələrinin izahına baxacağıq. Deməli, birinci sualımızdan başlayaq. Deyir, kükürt dəmir qırıntılarını və natrium xloriddən ibarət qarışığı bir-birindən ayırmaq üçün hansı təcrübələri ardıcıllıqla yerinə yetirmək lazımdır? Deməli, uşaqlar, burada ilk öncə nə etmək lazımdır? Biz burada maqnitlə təsir edərək ilk öncə maqnitlə təsir edərək dəmiri aradan çıxardarıq. Daha sonra kükürtlə natrium xlorid qalar. Bunlardan bilirəm ki, kükürt su ilə həll olmur, amma natrium xlorid su ilə həll olur. Deməli, onda natrium xlorid su ilə həll edərəm, qarışdıraram. 4. Ardından isə süzərəm 2-ni ki, kükürt süzülsün. Ardından da buxarlandıraram ki, su getsin, duz qalsın. Və ardıcıllıq 3-4-2-1 şəklindədir. Bəsit maddəni göstərin. Bəsit maddə almaz olacaqdır burada. Çünki tərkibcə yalnız karbondan ibarətdir. Su H2O-dur. Malahit kalsium sulfatın misin daxil olduğu təbii bir birləşmədir. Dəm qazı CO-dur. Kükürt qazı SO2-dir. Və biz burada bəsit dediyinə görə yalnız bir elementdən ibarət olan birləşməni götürməliyik. Yəni, ya mürəkkəb maddə də olmamalıdır, nə də qarışıq maddə də olmamalıdır. Keçək 3-ə. Bizə sink və gümüş qarışığı verib, deyir, ayrılma üsulundan istifadə edilə bilər. Gümüş və qızıldan. Deməli, indi elə bir maddə götürməliyəm ki, bu iki dənə metaldan biri reaksiyaya girsin, biri girməsin. Və mən görürəm ki, sink orta aktiv metaldır, gümüş isə pasiv metaldır. Mən bura hər hansısa bir turşu ilə təsir edə bilərəm. Məsələn, hidrogen xlorid olsa, gümüş reaksiyaya girməyəcək, amma sink girəcək. Amma mən baxıram ki, cavablarımda turşu yoxdur. Bir dənə nitrat turşusu var. Nitrat turşusu da hər şeylə reaksiyaya girdiyinə görə o variantı götürə bilmərəm. Mən duzla da ayıra bilmərəm heç bir şeyi. Burada qələvlər ola bilər, çünki sink amfoter olduğuna görə girəcək. Ona görə kalium hidroksidlə ayıra bilərəm. Sonra keçirəm gümüş və qızılı. Mən bilirəm ki, bütün metallar ən aktiv şəkildə reaksiyaya girdiyi HNO3-dür. Mən çünki bilirəm ki, qızıl reaksiyaya girməyəcək. Gümüş rahatlıqla girəcək. Ona görə də cavabım olar A variantı. Burada hidrogen xloridi götürmərəm. Çünki hidrogen xlorid gümüş pasiv olduğu üçün girmir. Duzla da heç bir maddəni ayırmaq mümkün deyil çox hallarda. Deyir, hansı element 2 atomlu bəsit maddə əmələ gətirir? Burada hidrogen H2, neon N, argon A, natrium qaz deyil, helium da H-dir. Biz bilirik ki, 2 atomlu bəsit halda qaz əmələ gətirə bilənlər xlordur, hidrogendir, azotdur, oksigendir, sonra fluordur. Bunlar bizim 2 atomlu qazlarımızdır. Ola bilər, çox atomlu qaz kimi başqa şəkildə oksigen götürə bilərik. Amma bir atomlu qazlar təsirsiz qazlardır. Helium, neon, argon, kripton. Burada cavabımız A variantı olacaq. Keçirəm bura. Deyir, reaksiyanın məhsulunun çıxımı 50%-dir. 9 mol hidrogendən neçə mol amoniak almaq olar? Deməli, baxıram ki, mən 3 mol hidrogendən 2 mol amoniak alıram. Bəs 9 moldan nə qədər ala bilərəm? X. Buradan X bərabərdir 6 mol amoniak alaram. Aldığım amoniak, diqqət eləsəz, mən itkisiz aldım da bunu, 100% olacaqdır. Amma bu mənə deyir 50% ilə al. 50% ilə olsa isə X olar, X da bərabərdir 3 mol. Və cavabımız olacaq A variantı. Sonra keçirəm 6-ya. Deyir ki, X müəyyən edin. X bir maddədir, aqreqat halı bərkdir, su ilə ayrılma üsulu süzmədir. Deməli, elə bir şey olmalıdır ki, mən bunu süzmə ilə ayırıramsa, bu bərk maddə olmalıdır. Benzin olmaz, anilin olmaz. Kalium sulfat. İçində kalium olduğuna görə həll olan duzdur. Ona görə bu buxarlandırma ilə ayrılar. Natrium xlorid xörək duzudur. Bu içində natrium olduğuna görə həll olar. Buxarlandırmadır. Amma barium sulfat isə çöküntü olduğuna görə suda həll olmur və süzmə şəklində ayrıla bilər. Əmsallaşdırın və məhsulların əmsalları cəmini hesablayın.
Deməli, bu tipli reaksiyalarda amoniakın yanma və oksidləşmə reaksiyalarında çalışın həmişə amoniakın qabağına bir dənə 4 atın. Daha sonra bura bir 2 düşür. Hidrogen 12-dən bura bir 6 düşər. Burada 6 oksigen olduğuna görə bura bir 3 yazarıq və düzələr. Və əmsallar cəmini müəyyən edin. 4, 3, 7. Üstə də bu ikisi 8 edər. 17 mi? Əmsallaşdırın, təkcə məhsulların cəmini istəyir, onda 8-dir. Cavab A variantı. 8. 16 qram misin deyir oksigenlə reaksiyasına neçə qram mis oksid almaq olar? Misi oksigenlə reaksiya aparırıq. Alıram mis oksid, bura 1-2, bura 1-2. Görürəm ki, 2 vuraq 64 qram mis reaksiyaya daxil olduqda oksigenlə 2 vurulsun 80 qram mis oksid əmələ gəlir. Bəs 16 qramla nə qədər əmələ gələr? X da bərabərdir 20 qram. Cavab C. Sonra keçək yenə bu suala. Gördüyünüz kimi, baxın, bu 3 nömrəli, 9 nömrəli suallar müəyyən illər ərzində birinci qrupda dönə-dönə təkrarlanan sual nümunələrdir. Elə 10-da onu kimi. Gəlin bir də baxaq. Burada yenə indi sinkin yerinə alüminium verib, yenə gümüşdür. Bunu bayaqlar mən alüminium amfoter xəstəli olduğuna görə kalium hidroksidlə nə bilərəm? Fərqləndirə bilərəm, ayıra bilərəm. Çünki kalium hidroksid alüminiumla reaksiyaya girəcək, gümüşün amfoter xəstəsi olmadığına görə girməyəcək. Burada da platin var. Platin ağ qızıldır. O da sarı qızıl, argentium AU kimi nə eləməyəcək? Çox heç bir demək olar ki, çar arağından başqa həll olmur. Ona görə də mən onu nitrat turşusundan həll olur, fərqləndirə bilərəm deyə bunu götürürəm. Yenə növbəti 10 sualımız da yenə qızıl və gümüşdür. Bunların nə ilə, hansı maddədən ayıra bilərəm? Təbii ki, nitrat turşusu ilə. Gümüş reaksiyaya girəcək, qızıl girməyəcək və qarışıq bir-birindən ayrılacaq. 11 nömrəli sual. Burada qrafik başa düşmək lazımdır ilk öncə. Mən görürəm ki, yuxarıdan aşağı gələn X2 maddəm var. Yazıram. X2. Üstə gəlirəm. Bir də yuxarıdan aşağı gələ bilən bir dənə Y-im var. Yazıram Y2. Bunların ikisinin bir yerdə reaksiyasına aşağıdan yuxarıya qalxan, yəni sıfırdan qalxan bir qrafik var. Deməli, məhsulumda Z-dir. Mənə Z-in kütləsini verib 68. Yazıram üzərindən 68. X-im, fikir versəz, 56-da başlayıb tamamilə zaman oxunun üstünə düşüb. Deməli, 56 qramın 56-sı da tamamilə sərf olub. Y maddəsi isə C-də başlayıb 38-də dayanıb. Bəs nə qədər sərf olub? C-38 şəklində sərf olub. Başlanğıc maddələrin kütlələri cəmi məhsulun bərabər olur. O zaman 56 üstə gələk. C-38 bərabər 68. Və buradan C bərabərdə olacaq 50. Sonra növbəti keçək 12 nömrəli sualımıza. Bu bizim topluda olan sualdır. Burada 4-dür. Bu maddənin birinci kütləsi 12 N qədər karbon var, 4 N qədər hidrogen var, 16 N qədər də oksigen var. Bütövlükdə maddənin kütləsi olacaq 32 N. Bunu tapdıq buradan. Hidrogen kütlə payını istəyir. Omega bərabər. Nə qədər hidrogen var idi burada? 4N bölərəm 32N-ə, vuraram 100-ə. Bundan bu ixtisar gedər. 8 qalar. Cavab eləyəcək 12,5. 13 nömrəli sualımız. 10 qram deyir ekvivalentli metalın oksigenlə reaksiya zamanı. Deməli, hər hansı bir ekvivalentli metaldır. Oksigenlə reaksiya daxil olduqda metalın oksidi alınır. Bura 1-2 atıram, burada 1-2 atıram və düzəlir. Ekvivalentlidir 14 qram oksid alınır. Mən görürəm ki, reaksiya metal 2x qədər girib, əmələ gələn oksidin kütləsi isə 2 vurulsun x plus 16-dır. Bəs 10 qram metal reaksiyaya daxil olduqda nə qədər oksid əmələ gəlib? 14 qram. Buradan tənasibi həll edirəm, x-a çıxır 40. Məndən metalın kütləsini tapmağımı istəyirdi, nisbatım, o da 40-dır. Növbəti keçirəm 14 nömrəli suala. Bizə qeyd edir ki, A və B maddələr reaksiyaya girir. AX, BY maddəsi əmələ gəlir. Bu bizim topluda olan əksəriyyət suallarla eynidir. Mən görürəm ki, bunların hər biri 100-də başlayır. A maddəsi müəyyən qədər sərf olur, 88-də dayanır. Deməli, A maddəsi nə qədər sərf olub? Gördüm ki, 100-dən 88 çıxanda 12 qram sərf olub.
B maddəsi isə diqqətlə fikir versəz, 100-də başlayır, 36-da dayanır. 100-dən 36 çıxdıqda 64 sərf olur. Və mənə burada maddələrin öz kütləsini verir. Mən görürəm ki, burada elə bir dənə A var imiş ki, 12 qram sərf olub. Burada B 32-dir, deməli B-dən 2 dənə var imiş. O zaman X bərabərdir 1, Y bərabərdir 2. Məndən X, Y cəmini istəyir, cavab 3. Növbəti, keçək 15-ə. Deyir, bərabər kütlədə götürülmüş azot və hidrogen tam reaksiyasına 44 qram qaz reaksiyaya girmirsə, neçə litr amonyak əmələ gəlir? Deməli, bərabər kütlədə azotumu yazıram, bir də 3 mol hidrogen reaksiyadan alınır. Nə? 2 mol amonyak. NH3. Reaksiyaya baxıram ki, azot 28 qram, hidrogen isə 6 qram daxil olur. Bərabər kütlədə deyirsə, mən bunların hər ikisini böyük maddənin kütləsinə bərabər götürərəm, 28-28. Və buradan baxıram ki, 28 qram azot reaksiya girib, 6 qram hidrogen reaksiya girəndə 34 qram amonyak əmələ gəlir. Və artıq qalan hidrogen 28 çıx 6, 22 qramdır. Amma bu mənə deyir, qazın 44 qram artıq qalır. Deməli, 2 qat artıqıdır. Mən görürəm ki, tənasibi buradan qurum. 22 qram maddə artıq qaldıqda, bir də aşağı yox, artıq qalmanı deyirəm, 34 qram amonyak əmələ gəlir. Bəs 44 qram maddə artıq qalsa nə qədər amonyak əmələ gələr? Bunun 2 qat artığı 70. Məndən həcmi istəyir. 2 moldur, onda 4 mol olacaq. 4 mol qazla 89,6 litrdir. Cavab A variantı. Yəni, bu şəkildə həll edilir. Bunları biz dərsdə çoxlu keçmişik. Çalışın, diqqətli olun bu tipli testlərdə. Keçək bura. X, Y müəyyən edin deyir. Burada 4 dənə karbon var. Deməli, 4 dənə karbon burada olmalıdır. 6 vur 2. Eləyəcək neçə? 12. Amma oksigen sayını bilmək lazımdır. 6 dənə oksigen burada var. 4 dənə oksigen burada var. Buna 4 tapırsaq deyə bura gətirirəm. Daha doğrusu 8 dənə. 8 burada, 6 burada. Toplayanda cəm nə qədər oksigen eləyir? 14 dənə oksigen eləyir. Deməli, 14 dənə oksigenin 4-ü bu mötərizənin içərisindədir. Onda deməli, burada qarşısına bir 5 yazım ki, 2-yə vuranda 10 olsun. Z-in 5 olduğunu, X-in 4 olduğunu, Z-in 5 olduğunu tapdım. Qaldı bir dənə Y. İndi bax, görək Y nə olacaqdır. Y-də hidrogen sayıdır. Hidrogenin 4 dənəsi buradadır. 6, 12-dir, 8-i bura qalır. Deməli, Y-də olacaq 8. Elə bil ki, əmsallara görə bəzi maddələrin sağda və solda sayılar bir-birinə bərabər olmalıdır. Ona görə bu şəkildə həll edirsiniz. Çox da vaxtınızı almır. X4, Y8, Z5, cavab D variantı. 17. Azotun oksididir 1,1 qram. Deməli, azot var, bir də oksigen var. İkisi bir yerdə, 1,1 qramdır. Burada deyir ki, 0,4 qram nə var? Oksigen var. Onda 0,7 qram da azot olmuş olurmu? 0,7 hər bir elementin nisbət kütləsini öz yerinə bölmək lazımdır. 14 nisbət. Sonra 0,4-ü bölməlisiniz 16-ya oksigeni. Burada bu bölmə əməliyyatlarını yerinə yetirdikdən sonra 2-nin bir nisbəti alacaqsınız. Bu indeks nisbətidir. Bu demək ki, 2 dənə azot, 1 oksigen var imiş formulda və cavab Y variantı. Kükürt 4 oksiddə kükürdün kütlə payını tapın SO2. Deməli, kükürdün kütləsi burada 32-dir, oksigenin də kütləsi 32-dir. Deməli, oksigen və kükürdün kütlələri bərabərdirsə, kütlə faizləri də bərabər olmuş olacaq 50. 0,1 X2O3 birləşməsinin kütləsi 16 qramdır. Deməli, bu maddənin 0,1 molunun kütləsi 16 qramdırsa, bəs 1 molunun kütləsi nə qədərdir? Buradan bir X taparam, X də bərabər edər 160. Deməli, bu maddənin kütləsi 160-dır. 0,5 mol XNO4-ün kütləsi bu qədərdirsə, N-i müəyyən edilir. Aha, deməli, mən burada X-i tapmalıyam. Necə tapacam? 2 ədəd X üstə gəlsin 48,
bərabərdir 160. 2x bərabərdir 112. X də bərabərdir buradan 56. Bunu tapdım. İndi məndən istədik eni tapmağımdır. Deməli, bu x elementin kütləsi 56-dır. Onun 0,5 molunun kütləsi 11,5-dirsə, bəs 1 molun kütləsi nə qədərdir? Bir A deyim. Buradan A'yı tapmaq lazımdır. Və buradan tapırıq ki, bu 230 imiş. Onda 56 n üstə gəlinsin 4 vur 16 bərabərdir 230 və biz buradan 19'da alacağıq n'yi 3 D variantı. N bərabər çıxacaq 3. Sonra keçirəm 20'yə. Deyir, hansı halda kimyəvi hadisə baş verir? Su ilə qum reaksiyaya girmir. Yod temperaturda bunun hansı ki bizdə imtahanda şəkil versiyası düşüb. İndi onu sizə göstərəcəm. Yodu qızdırdıqda sublimasiya olur, fizikidir. Kalium permanganat parçalanır. Natrium oksiddə su ilə reaksiyaya girir. Bunlar kimyəvidir. 1-3. Baxın, burada gördüyünüz sual bizim təzə toplumumuzda olan sualdır. Hansı ki burada şəkil versiyada verilib. Bunlar bizə situasiyada gələ bilər. Ona görə bu tipli suallara diqqət etmək lazım. İndi qaldığımız yerdən davam edək. 21 nömrə sualımızdadır. Bərabər kütlədə götürülmüş kalsium və oksigen var. Kalsiumla oksigen təbii ki biz birlik reaksiyaya girərək kalsium oksid əmələ gətirir. Əmsallaşdırılır. Bu şəkildə olur. Bərabər kütlədə götürülmüş. Görürsünüz, biz bunları dərsdə keçmişik və hər yerdə də demək olar ki var və istifadə olunur. Ona görə də bu tipli test nümunələrinin üstünə daha çox düşmək lazımdır. Bu deməli reaksiya nə qədər daxil olub? 2 vuraq 40-80 qram. Bu nə qədər daxil olub? 32 qram. Bərabər kütlədə götür dedikdə həmişə reaksiyada böyük olan kütləsində götürmək lazımdır hər ikisini. Və mən buradan baxanda görürəm ki, oksigen artıq qalır da. 80 qramdan 32-ni sərf eləmişəm. Deməli, 48 qram artıq qalıb. Digərinin neçə faiz reaksiya daxil olub? Yəni, mən görürəm ki, oksigenin bütövi 80-dir. Bu 80 100%'dir. Reaksiya daxil olan isə 32-dir. Bu da x faizdir. Və reaksiyaya 40% daxil olmuş olur. Və 21'də cavabımız olacaq 40. Keçirəm 22'yə. Kalsium oksidin neçə qramı 3,2 qram kalsium alınır. Deməli, kalsium oksiddən birbaşa ox qoyuram, kalsium alınır. Görürəm ki, 56 qramından 40 qram əmələ gəlir. Bəs nə qədərindən 3,2 qram əmələ gələr? Bilmirəm. Bir dəqiqə. Burada yanlış bir şey deyil. Kalsium oksidin neçə qramında 3,2 qram kalsium var. Normalda kalsium oksidin 56 qramda da kütləsi. 56 qram olanda içində 40 qram kalsium var. Bəs neçə qram olsa 3,2 qram kalsium olar. Buradan x-i tapsaq 40 bura gələr. 3,2 vur 56. Deməli bu 4 ilə bunu bunun bir sıfırını bura atın. Elə deyilmi? Sonra bu 4 ilə bunu aparsam, burada 32'yi 4'e böləndə 0,8 edəcək. Elə bir 0,8'i vurmalıyam 5,6'ya. Burada da səhv eləmirəmsə elə cavab 22'də olacaqdı C variantı. Amma niyə? Buradan hesablamanı düzgün etmədim. Bir dəqiqə. C variantı yox, A variantı edəcək. Hesablamam düz idi. Vurmanı səhv etdim. Baxın, bunu buna vurduqda 4,48 edəcək. Cavab A'dır. Sonra keçək 23'ə. Etanol spirtli su ilə qarışığı eyni cinsə qarışıq olduğuna görə distillərlə ayrılacaq. Yenə bayaqki reaksiya. Burada baxıram 3 dənə karbon var. Deməli, bura 3 yazacağım. Hidrogen sayı burada nə qədərdir? 4 vur 2, 8 dənədir. Y 8'dir. X isə burada 6 oksigen var. Burada 4 oksigen var. Edəcək 10. 10 dənənin 8'i buradadır. 4 vur 2. Bura 2 düşür. 3 plus 8 plus 2 bərabərdir. Neçə atom var? 13 atom var.
Və bu bizim birinci blokdan olan qəbul suallarımızın izahı idi.